2026-cı ilin yanvar-fevral ayları ərzində Naxçıvan Muxtar Respublikasında ümumdaxili məhsul istehsalı 223 milyon 687 min 300 manat təşkil edib. Bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3% çoxdur. Qeyd eləmək istəyirəm ki, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumdaxili məhsul istehsalı isə 1% artaraq 473,5 manat olub. İqtisadiyyatın aparıcı istiqamətlərindən biri olan sənaye sektorunda da istehsal göstəriciləri yüksələn dinamika nümayiş etdirib. Müxtəlif sahələri əhatə edən sənaye istehsalında xüsusilə emal sənayesinin payı üstünlük təşkil edib. Cari ilin yanvar-fevral ayları ərzində Naxçıvan Muxtar Respublikasında 84 milyon 463 min 100 manatlıq sənaye məhsulu istehsal olunub və bu göstərici 2025-ci ilin müvafiq dövründəki göstəricidən 17,8% çoxdur. Sənaye məhsulunun 68 milyon 227 min 700 manatı və ya 80,8% malların, 16 milyon 235 min 400 manatı və ya 19,2% isə xidmətlərin payına düşüb. Sənaye məhsullarının 76,5% emal, 21,9% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Digər sahələrlə yanaşı hesabat dövründə iqtisadiyyat və sosial sahələrə yönəldilən investisiyalar da diqqət çəkir. 2026-cı ilin yanvar-fevral aylarında əsas kapitala 5 milyon 659 min 700 manat vəsait ayrılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 48,9% çoxdur. Vəsaitin 801 min 700 manatı məhsula, 4 milyon 707 min 900 manatı xidmətlərə, 150 min 100 manatı yaşayış evlərinə sərf olunub, tikinti quraşdırmaya isə 848 min 900 manat ayrılıb. Muxtar Respublikanın iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatı sahəsində də ümumi göstəricilərdə artım qeydə alınıb. Cari ilin yanvar-fevral ayları ərzində Naxçıvan Muxtar Respublikasında 17 milyon 710 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bunun 54 min 800 manatı bitkiçilik sahəsi üzrə, 17 milyon 656 min manatı isə heyvandarlıq sahəsi üzrə istehsal olunub. Bu da ki, 2025-ci ilin müvafiq dövründəki göstəricidən 0,5% artıqdır. Statistik göstəricilər Muxtar Respublikanın xarici iqtisadi əlaqələrinin də davamlı inkişaf etdiyini göstərir. Hesabat dövründə xarici ticarət dövriyyəsində artım müşahidə olunub, həm ixrac, həm də idxal əməliyyatlarının həcmi yüksəlib. Cari ilin yanvar-fevral aylarında Muxtar Respublikanın xarici ticarət dövriyyəsi 20 milyon 506 min 300 ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 2 milyon 285 min 420 dollarını və ya 11,1%-ni ixrac olunmuş məhsullar 18 milyon 220 min 880 dollarını və ya 88,9%-ni isə idxal məhsullarının dəyəri təşkil etmişdir. Beləliklə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında xarici ticarət dövriyyəsi 21,2%, idxal 15,5%, ixrac isə 98,2% artmışdır. Beləliklə, ilin ilk 2 ayını əhatə edən statistik göstəricilər Muxtar Respublikada iqtisadi fəaliyyətin müxtəlif sahələrində artımın davam etdiyini göstərir. Ümumi daxili məhsul, sənaye və kənd təsərrüfatı istehsalı ilə xarici ticarət dövriyyəsindəki dinamika regionun davamlı iqtisadi inkişafını göstərir. Samik Nuriyev, Təxminə Babayeva, Azər Həsənov, NTV Xəbər.